Mirvarid Sırğalı bu qız əsəri Holland rəssamı Vermeerin əsəridir. Şərqin Mona Lisası deyirlər bu əsərə. Adi bir qulluqçu xanımı çəkib. Belə kübar xanım falan deyil. Əslində bu baxış və bu sakitlik Gioconda da, onda da bir məzlum, susan qadın. Amma susmağıyla güclü olan, gözü ilə danışan, mimikalarıyla danışan qadın obrazını yaradır. Ümumiyyətlə, qadını həmişə hər bir ölkədə sus deyiblər. Belə bir məşhur söz var. Görün, heç güclü riyaziyyatçı qadın tanıyırsınız və yaxud güclü bir qadın tanıyırsınız Avropada. Bəs qadınlar niyə bizim güclü ədəbiyyatçı, güclü riyaziyyatçı, güclü fizik deyirlər? Nobel mükafatı alanlar içərisində qadınlar azdır. Bəyəm qadınlar az yaşayıb, onların susmaqları, onların bəzən hətta kişi imzası ilə yazmaqları Joşsant var bu dünyada və bir çox tanıdığınız insanlar var ki, kişi olmasa, danışa bilməsə, kişi hökmlü bu dünyada heç bir yer tuta bilməyəcək. Bilmişiz onları. Qadınlar danışmalıdır. Danışmasa heç də inkişaf eləməyəcək. Bu boş-boş danışmaq deyil, bu ağılla danışmaqdır. Qadın çox qəribə bir varlıqdır. Üstünlüyü bilirsiniz nədədir? Həm gözəldir, həm zərifdir. Həm də ağıllıdır. Qadın ağıllıdır. Bunu göstərmək üçün o danışmalıdır, nitqi ilə özünü var eləməlidir.